Balakən rayonunun tam mərkəzində 16 sot sahibkarlıq torpağı satışa çıxarılır. Gördüyünüz kimi rayonun tam mərkəzidir. Bazar storunun sol tərəfidir. Qeyd etdiyim kimi bazar storunun sol tərəfində yerləşir. Satışa çıxarılan torpaq gördüyünüz bu elanlar götürüləcək. Yəni iki tərəfli yolu var. 16 sotlu sahibkarlıq torpağıdır. İki tərəfdən girişi çıxışı var. Satışa çıxarılan torpaq içərisində hal-hazırda metlaq cexidir. Arendadadır. Sağ tərəfdə bazar stoludur. Sol tərəfdə obyektlərdir. 16 sotdur. Bu hissədə parkovka edə bilərsiniz. Qeyd etdiyim kimi iki tərəfli giriş çıxışı var. Arxa tərəfdən də gördüyünüz bu hissədən bu hissəyə girişi var. Torpağa aid şəxsi işıq transformatoru var. Gördüyünüz transformator şəxsidir. Bu hissədən də Heydər Əliyev prospektinə çıxış yoludur. Yan tərəfdən də yoldur. Qeyd etdiyim kimi 16 sotdur. Torpaq sahəsi rayonun tam mərkəzidir. Kupçalıdır. Birbaşa notarial qaydada alqı-satqı edərək gördüyünüz 16 sot torpağı əldə edə bilərsiniz. Qiyməti 250.000 manata təklif olunur. Qeyd etdiyim kimi gördüyünüz bu dəmir ön tərəfdən reklamlı dəmir yəni götürüləcəkdir. Bu hissəsində maşınlar üçün parkovka yeri edə bilərsiniz. Tam kupçalıdır qeyd etdiyim kimi.